Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları tərəfindən uğurla davam etdirilən yeni neft strategiyası çərçivəsində neft sənayesinin sürətli inkişafı ölkənin iqtisadi qüdrətinin və beynəlxalq aləmdə mövqeyinin möhkəmlənməsinə xidmət edir. Neft-qaz hasilatının artırılması haqqında dövlət tapşırığına uyğun olaraq neft şirkətinin rəhbərliyi şirkətin müstəqil olaraq hasil etdiyi yataqlarda tikinti işlərinin sürətləndirməsi xəttini götürmüş və bu sahədə müəyyən irəliləyişlərə nail olunmuşdur. Hər il olduğu kimi 2012-ci ildə və 2013-cü ilin bu gününə qədər geniş kapital qoyuluşları proqramı həyata keçirilmiş və tikinti quruculuq işləri yerinə yetirilmişdir. Cari ildə əsaslı vəsait qoyuluşu 1 milyard 271,5 milyon manat planlaşdırılmışdır ki, bunun da 82,5 milyon manatı qeyri-sənaye təyinatlı obyektlərin tikintisi üçün nəzərdə tutulmuşdur. Əsas fondların təhvili 1 milyard 715,9 milyon manat proqnozlaşdırılmışdır. Və görülən işlər bu proqnozların vaxtından qabaq yerinə yetirilməsini əminlik yaradır. Hal-hazırda bir neçə obyektlərin tikilib təhvil verilmişdir ki, bunlardan da Nərman Nərmanov adına neft çıxarma idarəsində Daşgil Kənizdağ arası 500 mm-lik yüksək təzyiqli qaz xəttinin çəkilişi, neft daşları yatağında 2585, 2150 sayılı özül və əlavə neft daşlarında 14 quyunun qazılması üçün estakada yanı meydançanın tikintisi nəzərdə tutulmuşdur. Bundan əlavə qaz turbin elektrik stansiyası artıq tikilərək təhvil verilmişdir. Sonuncu obyekt haqqında onu deyə bilərəm ki, 28 may və neft daşları neft çıxarma idarələrinin elektrik enerjisi ilə fasiləsiz təmin olunmasında bu obyekt mühüm rol oynayacaqdır. Stansiya 6 elektrik blokundan ibarətdir və ümumi gücü 45 meqavat təşkil edir. İlin sonuna kimi günəşli yatağında qaz-lift kompresor stansiyasının tikintisi və yataqda neftin stabil saxlanması üçün 6 özüldə 21 quyunun qazılması üçün tikinti işlərinin aparılması və Darwin bankası yatağında 700 və 740 sayılı özülün tikintisi nəzərdə tutulmuşdur ki, hər bir özüldə 8 istismar quyusu qazılması nəzərdə tutulur. İlin əsas böyük obyektlərindən və gələcəkdə kapital qoyuluşu proqramına salınmış, hansı ki işlər davam etdirilir. Obyektlərdən əsası günəşli yatağında 7 və 17 sayılı özüllərin tikintisi, neft daşları yatağında 5 özülün tikintisi, Qərbi Abşeron yatağında 10, 20 və 54 sayılı özüllərin tikintisi nəzərdə tutulmuşdur. Neftçilərin peşə bayramı ərəfəsində bir neçə obyektin açılışı gözlənilir. Bakı Gəmiqayırma Zavodu layihə gücü ilə ildə 3 yeni və 80 gəminin təmir etmək gücünə malikdir. Zavod Xəzər Dəniz Neft Donanması, Xəzər Dəniz Gəmiçiliyi İdarəsi və Respublikanın digər qurumları üçün gəmi parkının yenilənməsində mühüm rol oynayacaqdır. Tikinti Trest tərəfindən tikintisi başa çatılmış asfalt beton zavodudur və saatlıq gücü 80 tondur. Və Qobustan Peşə Təhsil Mərkəzinin tikintisi obyektini qeyd etmək olar. Onu da qeyd etmək istəyirəm ki, buraxılış obyektlərində tələb olunan avadanlıq və materialların satın alınma işləri vaxtında və keyfiyyətlə həyata keçirilmişdir və alınan malların əksəriyyəti dünya miqyaslı tanınmış şirkətlərin istehsal etdiyi mal, material və avadanlıqlardan ibarətdir. Dövlət neft şirkəti üzrə neft və qaz hasilatının sabit saxlanılmasında geoloji kəşfiyyat, qazma, tikinti, emal və digər sahələrin genişləndirilməsi işində tədqiqat işi mühüm rol oynayır. Buna görə də bu sahədə həmişə təkmilləşmə işi aparılır. Hazırda şirkətin idarə və müəssisələrində satın alma əməliyyatları beynəlxalq neft şirkətlərinin tətbiq etdiyi qabaqcıl təcrübədən istifadə edilərək daxili normativ aktlar əsasında aparılır. Tədarükçü və sifarişçilərdən daxil olmuş təkliflər öyrənilir, araşdırılır və satılma qruplarına göndərilir və daxil olan məlumatlar təhlil olunur və bunun əsasında da qiymət nəzarəti həyata keçirilir.
təchizatçılar tərəfindən ambar qalığı yaratmayan zəruri malların alınması həmişə diqqət mərkəzində saxlanılır. Yeni və müasir avadanlıqların alınması həmişə prioritet məsələ olaraq qoyulmuşdur. Buna görə də idarə müəssisələrimizdə Amerika, Yaponiya, Almaniya, Çin istehsalı olan qurğular, avadanlıqlar və maşın və mexanizmlər geniş tətbiq olunur. Dənizdə neft-qaz əməliyyatlarının vaxtında və uğurla həyata keçirilməsində Xəzər Dəniz Neft Donanmasına məxsus gəmilərin xüsusi yeri vardır. Gəmi parkında mühəndis geoloji gəmilər, kran gəmiləri, təchizat gəmiləri, sərnişin gəmiləri, yanğın söndürən gəmilər və digər gəmi növündən ibarətdir. Hazırda donanmanın gəmilərinin orta yaş həddi 30 ildir. 2012-ci ildə və 2013-cü ilin cari ilində demək olar ki, 30 ədəd gəmi əsaslı təmir, 66 ədəd isə təmir olunaraq istehsalata verilmişdir. 2012-ci ildə donanmada uzaq məsafədən tanınma və izləmə sistemi tətbiq olunmuşdur ki, bunun da nəticəsində 2012-ci ildə 3420 ton, 2013-cü ilin cari 6 ayında isə 2500 ton dizel yanacağına qənaət edilmişdir. Hazırda neft şirkəti tərəfindən inşa edilən və Neftçilər Günü ərəfəsində açılışı gözlənilən gəmi təmiri zavodunda paralel olaraq 50 tonluq gücə malik olan tərsanə gəmisi inşa edilir. Bundan əlavə onu da deyə bilərəm ki, donanma tərəfindən 10 ədəd sərnişin və nəqliyyat gəmisinin texniki layihəsi hazırlanıb və bu yaxında zavoda təqdim olunacaqdır. Böyük işlərdən biri də donanmanın maddi texniki bazasının genişlənməsi məqsədi ilə Pirallahı adasında körpü kompleksi inşa edilmişdir ki, bu körpü vasitəsilə də gəmilərin dənizdə neft-qaz əməliyyatlarının aparılmasında mühüm rolu olacaqdır. Neft-qaz əməliyyatlarının təşkili və həyata keçirilməsində dəniz nəqliyyatı ilə bərabər avtomobil nəqliyyatı və xüsusi texnika vasitələri də mühüm rol oynayır. Şirkətin avtomobil parkının optimallaşdırılması üzrə tətbiq olunan proqrama əsasən müəssisələrdə köhnə vaxtı keçmiş texnika və avtomobillərin hissə-hissə silinməsi işi aparılır və yeniləri ilə əvəz olunur. 2012-ci ildən etibarən nəqliyyat vasitələrinin normativlərə uyğun istismarına yanacaq sürtgü materiallarına nəzarət etmək məqsədi ilə GPS naviqasiya sistemi tətbiq edilmişdir ki, bunun da vasitəsilə istənilən nəqliyyat vasitəsinin Respublikanın hansı yerində olduğunu, təhlükəsiz nöqteyi nəzərdən hansı sürətlə hərəkət etdiyini və istənilən nəqliyyat vasitəsi haqqında dəqiq məlumat almaq mümkündür. Bundan başqa, nəqliyyat vasitələrinin təmirinə nəzarət etmək məqsədi ilə şirkət üzrə mərkəzləşdirilmiş kompüter şəbəkəsi istifadəyə verilmişdir. Sonda şirkətimizin bütün əməkdaşlarını Neftçilərin Peşə Bayramı münasibəti ilə ürəkdən təbrik edir, onlara yeni uğurlar arzulayıram. Bayramınız mübarək, əziz neftçilər.